İffət nədir? Yəni iffətin ziddi də baxın şəhvətpərəstlikdir. Yəni bir insan cismani ləzzətlərin ağla, şəriətə uyğun olub olmadığını nəzərə almadan, halal və ya haram olduğuna diqqət eləmədən o işlərə mürtəkib ola, o işləri əncam verə. Əgər kimsə bu işləri görsə bu formada, bu məsələdə ifrat eləmiş olar. Bəs yaxşı, bunun əksi nədir? Bunun əksi isə insan öz şəhvət qüvvəsini tamamilə boğub öldürməsidir. Yəni necə? Bunun da bir növ belə deyək də fəsadları da var. Onun fəsadları da bundan ibarətdir ki, əvvəla insanın sağlamlığının pozulmasına gətirib çıxardır. İnsan cismində bir sıra fəsadların önə gəlməsinə səbəb olur və ən mühümü də budur ki, insan nəslinin kəsilməsinə gətirib çıxardır. Siz təsəvvür edin, hamı bu işdən əl götürsə, yəni tamamilə şəhvət hissini boğsa, 50 ildən, 100 ildən sonra yer üzündə insan qalmaz. Ki o məsələn xristiyanlıqda bilirsiniz, rahiblər bu işi görürlər. Bəzi insanlar var ki, bu işi belə deyək də, bu yolu seçirlər və hətta təəssüflər olsun, bəzi müsəlmanlardan da bu şeyi görmək olur. Düzdür, elhamdülillah, müsəlmanlar arasında demək olar bu şey çox nadir hallarda rastlanır, amma ümumiyyətlə bu yol, bu düşüncə, təfəkkür səhvdir.